Mən bugün sizə bu düyməcik bildirçinə necə qulluq eləmək, necə onları dünyaya gətirmək və də necə bütün proseslər baş verir, o haqda danışacağam. Əslində sırf başdan başlayım ki, mənim necə oldu ki, biz yəni bu cücələri saxlamağa başladıq. Qızım Aylan istəyirdi ki, cücə saxlayaq, amma ki bizim şəhərdə buna icazə yoxdur. Ümumiyyətlə Kanadada sən ürəyin istəsə, həyət evin olsa belə saxlaya bilməzsən. Sənin şəhərin ona icazə verməlidir və nələrə icazə verilir, nəyə icazə verilmir, bu fərqlidir. Yəni öz şəhərinizin internetdən yazıb, yəni bunu tapa bilərsiniz. Biz də belə baxırdıq, Aylan hər zaman istəyirdi və dedi ki, qızım, buna icazə yoxdur, biz neyə bilərik də? Gərək ferma alaq, fermaya köçək. Yəni bizdən arası 10 dəqiqə kənarda olan şəhərdə icazə var, amma bizdə yoxdur. Yəni gərək ətrafın geniş olsun, qonşularla aran geniş olsun ki, icazə olsun. Və beləcə biz internetdə baxdıq ki, bildirçin yox. Bax, bu fərqlidir, bu düyməcik bildirçindir. Yəni bu o bildirçindən fərqlidir. Mən videonu göstərmişdim, adi göstərim ki, bu normal bildirçinin yumurtasıdır, bu isə bunundur. Yəni çox balacadır, aralarında kifayət qədər fərq var və bunların cücələri də çıxanda balaca, çox çıqqılı cücələri olur. Və sonra iki dişi bir erkəyi aldıq, belə saxlayırdıq. Çox səsli küylü deyirlər bu cücələr, ona görə icazə verilir. Yəni bunlar cücə kimi saxlanmırsan. Bunu necə ki tutuquşunu evdə saxlanılır, nə bir pişik saxlanılır, milçəkdə saxlanılır. Bunu da elə saxlayırsan. Yəni bunu bəziləri deyir ki, niyə çölə çıxartmırsınız? İcazə yoxdur. Çünki bu əslində çölə getsə, çöldə istərsəməz başqa quşlar yerə, yəni öz bakteriyalarını, viruslarını yayırlar. Bu da o otdan yesə, buna keçəcək, bu da zəhərlənəcək. Yəni bu ev heyvanı kimi, ev heyvanı sayılır. Yəni daxili, yəni ferma heyvanı sayılmır. Və bunu necə oldu? Qızım dedi ki, gəl inkubator alaq falan. Axır bizi dilə tutdu, biz inkubator aldıq və cücə qoyduq. Yumurtaları daha doğrusu qoyduq. Fikirləşməzdim ki, cücələr çıxar. Sadəcə dedi, əşi, uşaq istəyir, sınaq üçün gəl qoyaqdı. Qoydu elə, özü demək olar ki, özü elədi və internetə baxdı. İnternetə baxanda özüm bunun üstündə bunun humidity deyirlər, nəmişliyini və temperaturunu, bunlarda fərqli necəsə onu nizamlayırsan. ChatGPT-yə baxanda orada deyir, indi hal-hazırda yadıma düşmür. Hardasa 16-18 gün ərzində cücə çıxır. Bir də ikinci belə bir şey var ki, burada biz məsələn 16-18 gün keçdi, fikirləşdik, hə, cücə hamısı çıxdı, yəni yarısı çıxdı da, bir 5 dənə, 4 dənə çıxdı, 11 dənə yoxsa 15 dənə, dəqiq yadımda deyil, belə qoymuşduq, çox qoymamışdıq. Çünki qızım təzəsirdi, ilk gələn yumurtalar deyir, tez-tez yığaq, qoyaq da. Biz də qoyduq. Sonra belə oldu ki, bəzi yumurtalar qaldı orada, fikirləşdik daha ataq, dedi, yaxşı atmayaq, elə belə qalmışdı bu inkubatorun içində. Bir neçə gün keçəndən sonra gördük, bir neçəsi də çıxdı. Ona görə birdən-birə atmayın, 16-18 gün olsa nə çıxdı, götürün, atmayın. Bir neçə gün gözləyin, əlavə yumurtalar çıxa bilər. Sonra nə elədik? Mən cücələr çıxanda onu necə saxladım? Bizdə harasa yaz ayı idi, havalar bu qədər isti deyildi bu arada deyim. Mən belə bir dənə qarajda belə bir plastik qabı var idi. Bunu nə elədim? Bunda ilk günlər 30 neçə dərəcə olmalıdır. Cücələri analarına vermədikdə, çünki onların altından çıxmamışdı deyə öldürə bilərdilər. Belə bir qabın içinə belə salfetka qoyursan. Bu belə bir, burada şam qoxusu gələn belə bir dənə lampa. Bunu alırsan, bunu aldım, qoydum içinə. Bunun üstündə hətta 8 dərəcə, 2 dərəcə, 4 dərəcə saat belə bir termostat kimi var və temperaturunu çox və az eləmək. Az qoymuşdum burada, özləri gəlirdilər bunun yaxınlığına, içində su, bir də dəni. Əslində bunların balacaları üçün o haqdadır deyim. Bir də deyim, bunun termometri necə ölçürdüm ki içində. Belə bir termometrim, bir də əlavə termometr var. Oğlum, bilməm, onu tapa bilsən, oradan gətirərdim. Ağ belə, xüsusi belə satırlar. Nəmişliyi də, bunu da yəni ölçmək üçün bir şeylər var. Amma mən adi bunu istifadə elədim. Bir də içində su qoyanda avtomatik o nəmişliyi olur da. Bir də ki, inkubatorda çıxanda, çıxan kimi cücəni götürməyin. Harca bir gün falan qalsın içində, qurusun, biraz ab-havaya öyrəşsin, ondan sonra. Yəni, çıxan kimi inkubatordan götürməyin. Bunu belə skoçla içində bağladım. Buradan da görsənir və bildim ki, içində məsələn 30 dərəcədir limit və hər həftə dərəcəsini biraz azaltmaq lazımdır. Qapağını qoydum, qapısının pəncərəsini. Biraz belə aralaya, evin temperaturunu bundan nizamladım.
Hə, yeməyi də ki, balaca qabda su qoydum. Suyun içinə düşməsin deyə içinə daşlar yuyub qoymuşdum ki, belə az-az daşların arasında olsun. Yeməyi də öz yumurtalarını, bir də adi yumurtanı qaynadıb, sarısını verdim ilk günlər. Amma özlərinin xüsusi belə, bax, bu böyüklər üçündür, bu yekədir. Bunun içində hardasa 25 kilodur deyəsən. Bir dəqiqə, baxın, bunu göstərim, bax. Bunlar iridir. Baxın, bunlar indi vermək üçündür. Amma ki, bunlar təzə anada olanda bunu yeyə bilmirlər. Eynilə bunu mən hardasa 20 kilosu desin, $25 almışam. Yəni bunu biz neçə aydır istifadə edirik, qutarmır. Bunu belə grinder, yəni üydən, üydən, kofe üydən var. Ha, kofe üydəndən keçirtdim. Bir neçə gündən sonra başladım onu qoymağa da. Bir həftə, 2 həftə arası yumurtanın sarısını verirdim. Bir də ki, çöl quşları üçün belə bir şey almışdım. İçində qarğıdalı, buğda, semiçka, nəsə belə taxıl bitkilərdir. Bunu da üyütdüm. İkisini qatışdırıb elə verirdim. Böyüklərinə isə bu ikisini verirsən. Yəni bu deyirəm $25'dır, amma ki uzun müddət, aylarla bəlkə də 1 il gedər. 2-3 dənə cücəniz olsa bu 3-4 il sizə bəs eləyər. Yəni belə qarışdırıram ki, biraz onlara da maraqlı olsun. Altına atmağa da belə apilka var. Böyük bir dənə apilka. Olan gör buranı çəkə bilirsən. Belə bir dənə apilka var. Bu da neçə ay gedir. Bu da $10'da bu qədər. Yəni çox xərcli bir quş deyil ki, mən deyim çox xərclidir. Amma ki əziyyəti nə ola bilər? Siz hər dəfə bunun altını dəyişirsiniz. Yəni altına iyi qoxu gəlməsin deyə. Bizdə basementdə, yəni aşağı evdə olur bu. Yuxarı gətirmirik. Biraz da qıraqlarına quş üçün olan belə bir parça falan düzəltmək lazım. Çünki uçuşurlar. Onu bütün hər yeri batırırlar. Bu da var. Gündəlik olaraq yeməklərini, sularını qoyursan, yumurtalarını da hər gün gəlirsən, baxırsan, götürürsən və yaxud da yığırsan. Baxın, neçə günün yumurtası olar burada. Günə elə bir artıq yumurtaya düşürlərsə, stres keçirmirlərsə, hərəsi gündə bir dənə yumurta verir. Yəni 5 dənə dişi varsa 5 dənə yumurta olur. Bir də ki, bu quşların yerini dəyişəndə, təzə quş gətirəndə, yerini xüsusilə dəyişəndə stres keçirirlər. Ümumiyyətlə, qorxaq quşlardılar. Stres keçirəndə bir neçə gün dayanır yumurtalara. Amma bir yerdə qalırlarsa, hər gün eyni rutindən gedirlərsə, məsələn, işığına fikir vermək lazımdır, axşam işığı söndürün, ancaq həmişə işıq yananda artıq qıcıqlanırlar. Yəni, axşam söndürməlisiniz, gündüz işıqda olmalıdır. Yəni, bunlara da fikir verin. Sonra hansı məsələlərə toxunun, nələrə toxuna bilərəm. Orada ayağı əyri olan var, onu çıxart, onu göstərdin əlinə. Onu görüm, haradadır? Oy, tuta bilsin. Bir dənəsinin baxın, ayağı bax belədir. Hətta 2 dənəsinin bizdə ayağı əyridir. Bunlarda belə bir şeylər olur. Nəsə bunu biz bandajdadır, nə bilim, nəyisə içinə qoyuruq, nəsə alındıra bilmədik. Anadan oldu. İkisi də belə ayaqları əyri qaldı. Yəni belə şeylər olur. Ona görə də narahat olmayın. Bu quşlarda olur. Yəni bəlkə sizdə alınar. O necəsə bandajlamalısan içinə. YouTube-da var. O qoyanda ayağı sürüşməli deyil. Hə, sürüşməli. Amma əslində hamısı eyni idi. Yəni sadəcə onu deyirlər ki, ayağı sürüşən yer olmalı deyil. Sürüşkən olmalı deyil də, salfetka qoymalısın. Amma hamısına qoymuşdum. Hamısı eyni yerdəydi, amma 2 dənəsi elə oldu. Biz 2 partiya çıxartdıq. Bir dəfə bir partiyada oldu, bir də növbətisində bir dənə oldu. Belə yəni, yenə də deyirəm, əgər uşaqlarınıza heyvanı necə bəsləmək, necə heyvan dünyaya gəlir, necə yumurtadan çıxır. Biz yəni gözümüzlə onun necə yumurtanı qırdığını, yumurtanın içindən necə çıxdığını gözlərimizlə yəni şahid olduq. Uşaq gəldi, buna bax içindən yumurta cücə çıxır. Yəni uşaq bunu gözü ilə görür, bunu yaşayır, özü qulluq edir. Qızıma deyirəm ki, get suyunu dəyiş, get. Hər dəfə onu xatırladırım ki, uşaq yəni məsuliyyətli olsun, nəyisə yedizdirməyi, yəni heyvana baxmağı, heyvanı sevməyi öyrənsin. Bizdə ancaq bu heyvan yoxdur. Amma yenə də nəsə suallarınız olsa bu haqda deyə bilərsiniz. Amma yenə də siz əgər Kanadada harda yaşayırsınızsa, öz şəhər qaydalarınıza baxın ki, button quails, yəni düyməcik, düymə, Azərbaycanla birbaşa düymə bildirçinlər. Bunlara baxın, görün icazə varsa
İstəyirsinizsə siz də saxlaya bilərsiniz. Mən belə prokata da verə bilərəm sizə harasa gedəndə. Kim istəyirsə desin, prokata verim bir neçə günlük, bir aylıq. Kim istəyir? Mən prokata verim gəzməyə gedəndə, saxlasın, yumurtalarını da özü yesin. Yeməyini də verirəm, altını dəyişməyini də verirəm, hər şeyini verirəm. Nə deyirsiniz? İstəyirsiniz? Nəsə suallarınız olsa bu haqda deyin, yenə də araşdırım. Ola bilsin hansı hissəsini buraxa bilərəm, nə isə deməyə bilərəm. Bir də bu quşlar da ki, istini sevirlər bir də. Bunlara soyuq olmaz. Onu da nəzərinizə çatdırın. Başqa heç nə. Çox sağ olun, izləmədə qalın. Yəni subscribe olun. Səhifəyə subscribe olun. O nə deyirlər? Abunə. Abunə olun. Dilimizdə danışamır.